Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizlər bir daha Bərdə maşın bazarından salamlayıram. Sür bax yönətərdir. Aynı yerim, kötü belədir, bura bax, belə də aparacam. Yox, purcunu mənim deyir. Hadi anam. Ay qaqarlasın. Ay qardaşım. Dediyimlə verəcəm. Allah haqqı o qiymətə verir. Allah xeyrinizi versin qardaş. O qiymətə oturun. Allah xeyir. Yox, on ay bilmə. Tasay mən öldürdün təmiz öldü qiymət verir. Qədəmin can satmaq niyyətim. Allah haqqı mən də satmaq niyyətinə olmamışam bunu. Sür bax yönətərdir. Karavandı. 8 satarız. Abi. Sen gele daha görmeden geliyor. Əmə, Allah bazar versin. Sağ ol qaqa, sağ ol. 012. Bəli. Buyurun, məlumat verin, bilək necə maşındır? İli 2008-dir, remin qırılanda klapanı əyməyəndəndir. Korobkası, motoruna əl vurulmayıb. Hər bir funksiyası da işləkdir. Nə vaxtdan sizin də bu maşın? 8 ildir məndədir. Ay maşallah, yəqin ki formutdur da, eləmi? Bəli, birinci şəxsdir. Hə, o vaxt birinci, yoxsa ikincisi? Yox, birinci, elə bil oğlumun adınadır, mən vəkalətnamə ilə sürürəm. Hə, lap yaxşı. Yəni ikinci sahibi sizinkindən maşın, əvvəli başqa Elə adamdır. birinci sahibi də mənəm, ikincisi də hamısı da mənim. Hə, lap yaxşı. Maşınımızın mühərriki deyirsiniz, Əl vurulmayıb. zavoddan necə gəlib? Normal motordur, bəli. Yağ azaltması necə? Xeyr, bir damcı da. Səsi də yaxşıdır, mühərrik. Əladır, əla. Korobka necə? Korobka da 5 skosdur, açılmayıb, hələ əl vurulmayıb. Atması yoxdur. Xeyr, Peredokda vəziyyət necədir? tərtəmiz çiçək kimi. Qranatlardan dəyişdiniz? Bircə dənəsini dəyişmişəm. Səsi küyü yoxdur? Yox, bir dənə səs küyü yoxdur. Yaxşı. Təkərlər də ki, Təkər amma biraz normaldır, zəif işlətmək olar. deyildi. Hə. Hələ ki işlətmək olar İşlətmək amma olar, hə. Hələ indən sonra bəlkə də 15-20 min sürmək olar. altı necədir? Polo, Tərtəmiz. çürük, pas Bir yoxdur dənə ki? vurğu çürüyü yoxdur. Satsı ilə bu qardaş satacaq. İnşallah, inşallah. Maşınımızın dəyişilənləri nə deyim sizə? Heç bir şey dəyişilmir. 8 il məndə də heç nə dəyişmir. Heç bir detal dəyişmir. Qapı, kapot tam Heç düzgün. nə dəyişmir. Heç nə. Kraska vurulmuş olar. Xeyr, bircə dənə dal qapıda yüngül var, cızıq olub onu kraskaladılar. Zavoddan gələn kraskası. Bəli, zavoddan gələn kraska. Aynalarda yoxdur ki zədəsi. Xeyr, 4 dənə podyomniki var, sideniya qızdırıcısı var. Yan güzgüləri regrovka eləyən var, yan güzgülərin içində spiralı var, qızdırır. Arxa spiralı var. Lap yaxşı. Maşınımızın şiti də təmiz. Tərtəmiz. Oturacaqlarda vəziyyət necə? Əladır, əla. Çuxol çəkilib yoxsa zavod? Yox, Zabasko çıxır. Özününkilər. Çünki mən xoşlamıram, hər şeyi özünkünü istəyirəm. Hətta deyirsiniz sideniya qızdırıcısı da var. Bəli, sideniya qızdırıcısı da var. Maqnitofon necə? Dediniz bahalıdır. Maqnitofonu 400 manat almışam. Ay maşallah. Özünüz işlədirsiniz yoxsa yenə doğulunuz işlədir? Yox, özümüz işlədirik. Prosto satıb pulu vermək istəyirəm oğluma ki, avtomat korobka alsın. Bakıda işləyir, əl vermir Bakıya. Hə, lap yaxşı. Qiymətini də deyim bizə. Qiyməti 9000. İndirim nə qədər? 100 manat, 200 manat düşərəm patoloq. 8 yarıma istəyən olsa Xeyr, vermərəm. Hansı rayondadır? Yevlaxdan. Uğurlar arzu edirəm. Sağ olun, sağ olun. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Sağ ol, çox sağ ol. BMW maşınımız. Aha, 36 kuzu. Hə, buyurun məlumat verin. Bilək necə maşındır? 1.8 motordur, sef motordur, mexanikadır, heç bir problemi yox. Də nə görsək kosmetikası. Dolu da maşında, aparatura kimi var üstündə. Nə vaxtdan sizindir bu maşın? Maşın 1 ildir. Aformut etibarnamə. Etibarnamə. Qutarmağına var. Hə, xeyli var vaxtında. Sənədlər necə? Hamısı qaydasındadır. Motor bez nomerdir, nömrəsiz. Dəyişilib yoxsa necə bez nömrə yazılıb? Yəni nömrəsi silinib də, yəni yoxdur nömrəsiz. Dəyişdirib başqasını qoyublar eləsin. Hə, motor dəyişir. Necə? Yağ yeməsi yoxdur, çiçək kimidir, çürüyü yoxdur. Salonu səliqəlidir. Korobkası mexanik avtomat. Mexanikadır. 5 dönə yəqin. 5 dönə, hə, 5 olur. Atmaz səs yoxdur. Xeyr, heç bir səs yox. Arxa çəkirmi? Arxa çəkir bəli. Diper də vəziyyət necə? Çiçək kimidir. Heç bir problem yox. Sadaboyda heç bir problem yox. Pol necədir? Altı çox alçaqdır. Hə, özümüz yəni cavan stil Passat eləmişik. Deyirəm harasa dəyər, dağlar, çürüyər, Niyə ki? pastana. Sürən adam o gözləməlidir, qulluq eləməlidir. F30-un diskləridir altında.
Altında zədə yox deyir. Heç bir zədəsi yox. Peredokta Tərtəm. səs-küy necə? Heç bir səs küyü, heç nə yoxdur, heç bir problem yox. Arxa təkərlər çox zəifdir. Arxa təkər bir dənə bu zəifdir, o da ki, cavan uşaqda eşdirib böyürsə çıxmaqdan da təkər yeyilir. Eyni təkərlərdə mi? Hə, hamısı eyni Arxa təkər. tez- Bir dənə bu təkər zəifdir, o da eşdirib böyürsə çıxmaqdan. Maşınımızın detallarından yəqin ki, dəyişilmiş olar ilinə görə. Yəqin ki, dəyişilmiş olar da. Yəni mənlə tay düşdü, mənim bir dənə başım qalıb, qalan detallamamız dəyişir. Maşınımızın kosmetik işləri necə? Yoxdur ki. Kosmetik şeylə gördüyün kimi də, yəni oradan buradan ola bilər yəni. Ön aynasında çat görürəm. Hə, ön anasasa 70 manat baxırız. Elə maşın da bahalı qiymətə vermirəm də, yəni 4700-ə deyirəm, yəni 06 qiymət. 80-in 16-sının qiymətinə deyirəm. Şit təmiz, oturacaqlar da yaxşıdır. Yaxşıdır, hə. 3 ay bundan qabaq yığdırmışam. Əllə qalxır aynalara mı? Hə, zavodska ruşka ilə yəni. Kondisiyoneri demədik. Yoxdur kondisiyoneri. Olmayıb heç Yox, ümumiyyətlə. ümumiyyətlə zavoddan yox. Pultu var. Pultu var, bütün bakın qapağına kimi kilitləyir. Qəşəng. 1.8. Maşınımızın da qiymətini deyirsən 4000. 4.7-yə deyirəm, alan olsa hələ yönləşərəm. Təcil pul lazımdır, ona görə satılır. 4-3-ə, 4-2-ə istəyən Yox, olsa. elə yoxdur da. O qədər 4 yemirəm. yarıma verərəm. 4 yarımdısın. Hardadır maşınımız? Mingəçevirdə. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun, Allah razı olsun. Siz Allah də sağ köməyiniz olun. olsun. Qardaş, xoş gördük sizi Bərdə maşın bazarından. Xoş gününüz olsun. Opel Astra maşınınızı gətirmisiniz. Opel Astra H. Buyurun, məlumat verin. Qardaşımız da bizim kanalın izləyicilərindəndir. Allah sizlərin hamısına məlumat- can sağlığı versin. 1.3 dizeldir. 2007 ili 10 minə deyirəm. Heç bir xərcdə tələb olunmur hal-hazırda. Nə vaxtdan sizindir maşın? 2 ildir. Etibarnamə? Yoxsa format elətdirmisiniz? Yox, etibarnamə ilə sürürəm. Sürmə davarının üstünə sürürəm. Yəni bir dəqiqə kim istəsə alsa, hal-hazırda adına yəni keçirdirik. Format elətdirmək Aformu olur. elətdiririk bəli. Sənədləri necədir? Qaydasındadır? Hər bir şey qaydasındadır. Lap yaxşı. Alandan sonra maşınımıza nələr xərc çəkdiniz? Böyük qlobal xərc çəkməmişəm. Nakladka dəyişmişəm, təkər dəyişmişəm. Özüm üçün sadəcə xərc çəkmişəm, vəssalam. Mühərrikinə baxdırmadınız? Mühərrikinə baxdırmışam, yəni heç bir şey olmuyor. Mühərrikin Normal, kubu dediniz neçədir? 200 Kilometrin deyirsiniz, eləmi? Hə. 270 min deyəsən. Hə, 270 mindir. Yox, motor neçə motor gedir? Motor 1.3 dizeldir. 1.3 dizel Hə, mühərrik. 1.3 turbo. Turbo dizel. Yaxşıdır deyirsiniz. Yaxşı, mühərrikin ideal vəziyyəti. vəziyyətdədir. Kondisioner necə? Kondisioner də işləyir. Korobkası Karifka 600 skor, mexanikadır. mexanikdir. Atma yoxdur ki bunlar. Yox, heç bir şey yox. Ön çəki. Qranatlarda vəziyyət Qranatlar necədir? normaldır, təzə dəyişdirmişəm qranatları. Səs yoxdur ümumiyyətlə. Yox, heç bir şeyində səs yox. Təkərlər də elə biləm yaxşıdır, hə? Hə, təkərlər normaldır. Bu il vurduğum təkərlərdir. Qəşəng. Altında çürük pas yoxdur. Heç bir şey yoxdur. Üzün görünüşü necədir? Altda elədir. Yaxşı. Dəyişiləni varmı maşınımızın? Detal dəyişkənliyi yoxdur, yox. Hamısı özününkidir. Qapı, Hamı- krel, kapot. Hər bir şey özünkidir. Orada kod var da, vuruq yoxlamaq olur. Kraska Ekranda necə? kod var. Kraskası da göründüyü kimi də normaldır. Vurulub kraska? Yox, kraska vurulmuyor. Zavod kraskası. Zavod kraskasıdır bəli. Kosmetik işi elə bilən müəyyən yerlərində xallamalar var. Bir-iki- Gözəlləşdirmək istəsən kraskalaya Bir-iki bilərsən. yerlərində var, hə, o elə belə şeydə. Yəni kimsə istəsə, nə bilim, 200-300 xərcləsə, o daha da lap qəşəng olacaq. Aynalar elə biləm təmiz. Hə, hər bir şey təmizdir. Yəni göründüyü kimi də maşında heç bir şey bir dəqiqə pul tələb olunmur. Aynalar düymə ilə mi qalxır? Hamısı knoopkadandır, bəli. Dördü də Bəli. işləyirlər. Yox, arxalar yox, arxalar Arxalar əldən. əlinəndir. Hə, onu sürətdirmək olur yəni ora aparata. Maşınımızın kondisioner işləyir, oturacaqlar. Oturacaqlar, Yaxşıdır. oturacaqlar hamısı ideal vəziyyətdədir. Sadədir. Sürücü tərəfdə elə biləm acana süzülmələr var. O siden üzərində var, hə. Pultu da var deyirsiniz. Puntu da var, bəli. Qiyməti də Qiyməti 10 min. 10 minə deyirsiniz. Bəli, razılaşarıq. 9500 verən olsa Razılaşarıq. verəsiniz. Hara gəlsinlər? Ağdaşa. Uğurlar arzu edirəm. Çox sağ olun, var olun. Siz də sağ olun. Təşəkkür edirik. Qardaş Allah bazar versin. Sağ ol qardaş, Allah köməyiniz olsun. Mercedes Y-Class. 4 göz deyirik. Bəli. Buyurun, məlumat verin bilək necədir maşınımız? Maşın 99 2000 model, 2.4 V-brazlı. Yəni heç bir problemi yoxdur. Heç bir xərc tələb eləmir. Nə vaxtdan sizindir bu maşın? 1 ildir məndədir. Nətərdir elə elədir. Etibarnamə yoxsa aformut? Etibarnamədir. Alqı-satqı problemi olmayacaq. Xeyr, xeyr, heç bir problem yoxdur. Vaxtına var?
Bəli. Alandan sonra da heç bir xətt çəkmədiniz. Heç bir xərc çəkməmişəm. Heç bir. Maşınımızın mühərriki nədir? 2-4 və abrazlı. Benzin. Benzin. Nə qədər yandırır yancağı? Şəhərlə trasda fərq edir elə. Trasda 8, 8 yarım. Şəhər içi 10-dan yuxarı Şəhər qalxır. üçün 10, 10 yarım belə, hə. Kondisioner işləyir. Bəli, kondisioner, lug, hamısı işləyir, hər bir şey. Mühərrikin yağ azaltması necə? Heç bir şey. 409 min göstərir probel. 409 min sürülüb. Ha, sürülüb, bəli, sürülüb, amma heç bir problem yoxdur. Yağ azaltması həs. Yəqin ki, Heç, yığılmış heç. olar, elə mühərrik. Yoxsa Mən xəbərin yoxdur. özümdə olanda, yəni belə də almışam, yəni heç bir şey yoxdur. Mühərrik yaxşıdır deyirik. Bəli. Korobkası necə? Korobka da qaydasında heç bir Avtomat? problem yox. Bəli, avtomat. Gecikmə, vurma. Heç nə yox. Diferdə səs necə? Heç nə, heç bir problem yox. Altı polo. Hər şey qaydasında. Çürük Yəni pası- yoxlaya da bilərlər, baxa da bilərlər. Çürük problem pası yox. olub olmayıb? Heç bir şey yox. Peredokda səs-küy necə? Heç nə, heç bir şey. Təkərlər yaxşıdır. Bəli, qaydasında arxaları təzə almışam. Bunları elə bir Normaldır. 8 ay almışam, onları 2 ay yarım olar almışam. Dəyişiləni var maşınımızın? Heç bir şey dəyişən yox. Qapı, kril, kapot. Heç. Kraska vurulmuş olar da yəqin. Kraska vurulub, bəli. Hazırda kosmetik iş yoxdur. Heç bir şey. Aynalar təmizdir. Bəli. Ki qırıq çat. Elmə bu aynada çox cüzi bir çat çıtdaq var, hə? Hə, orada bir dənə daş deyə çıxılır. Şitin üstündə yoxdur zədəsi. Heç bir şey yoxdur. Oturacaqlar parça salonda. Bəli, bəli. Cırıq sökük yoxdur. Heç bir şey yoxdur, qaydasında adamız. Aynalar düymə ilə mi qalxır? Bəli, bəli, dördü də. İşləyirlər yəqin. Bəli. Pultu necə? Bunlarda lazer açır yoxsa adi? Lazer Pult yəqin ki var da onların üstündə. Luk da açıq, işləyir yəqin. işləyir hamısı, bəli. Qiyməti də Qiyməti də 12 yarıma deyirəm, razılaşaq. son fikri 12-dir yoxsa 12-dən düşmək olacaq. Yox, 12-dən aşağı yox. Hansı rayondadır? Bərdə. Uğurlar arzu edirəm. Sağ ol, Allah kömək olsun. Siz də sağ olun. Qardaş oğlu Allah xeyir versin. Çox sağ olun. Gətirmisən 06 maşınını satmağa. Bəli. Həminin maşınıdır, Hə. eləmi? Buyur, məlumat ver bilək necə maşındır? İli 84-dür. Karovka 5, diferində səs yox. Karovka 011-dir, Niva valindən üstünə yığılıbdır. Salonu ideal vəziyyətdə. Disk təkəri 2 həftədir vurulubdur üstünə. Altı başı çiçək kimi. Nə vaxtdan işlədir həmin bu maşını? Çoxdan bizdədir. 1 ildir mi, 1 aydır mı, yoxsa 1 ildən artıqdır. etibarnamə yoxsa öz adınadır? Etibarnamə ilə. Etibarnamə Hə. ilə, eləmi? Aha. Sənədləri qaydasındadır Hə, mı? hə, hamısı qaydasındadır, narahat olma. Mühərrik də deyirsən, nə idi bunun mühərriki 011-dir, Niva valindən mühərrikdir. üstünə yığılıb. Aha. Karovkası 5-dir. Necədir mühərrikin vəziyyəti? Maşın ideal vəziyyətdə, qəşəng. Mühərriki deyirəm, yağ azaltması. Yox, yox, qəşəng. Mühərrikində heç bir problem yox. Səs də yaxşı gəlir. Hə. Korobkada vəziyyət necədir? Karovkada ideal vəziyyətdədir, yəni heç bir problem yoxdur. 5-dir deyirsən, 4-dür. Karovka 5. 5-dir. Karovka 5. Deyir, əmmimiz də istəyir. 5700-ə deyilirəm. 5700-ə ideal vəziyyətdədir. İli 84. İli 84. Dəyəni yox, dəyişəni yox. Salonu icdir. Dalqabaq bu ferlərin kantına kimi üstündədir, bığları üstündədir. Hə, ilini eşidəndə çıxdı, getdi. Hə. Yəni Diferdə maşın necə? çürüyü yox. Vəziyyət yaxşıdır Diferi diferdə. qəşəng, ideal. Səs eləmir. Yox, yox, səs yox. Pol necədir? Pol çək kimi. Dəyişilmiş olar da polo. Yox, Zavod pol deyirsən. zavod poldur, bəli. Danqrat yerləri də varmı? Bəli, bəli. İdeal vəziyyətdə. Peredokun səs-küyü. Perodokunda heç bir səsi yoxdur. Təkərlərdə təzə. Təkərlərdə 2 həftədir vurulub üstünə, bığları üstündədir. Yəni ideal alıcı gəlsin, alsın, heç bir problemi yoxdur. Dəyişiləni qalanı soruşaq. 84-dən yəqin dəyişilər. Yox, dəyişəni yoxdur. Yəni Zavod. vuruğu yox, dəyişəni yox. Bu ferərin kantı üstündədir, dalında da qabağındadır. Hər bir detal zavoddan gələndir. Bəli, bəli, hər Nə bir detal gözəl. zavoddan gələn. O kantları vurulanda düşür. Yəni onu da üstünə qoymaq olmur. Həm. Dalında da, qabağında da üstündədir. Bəli. Bildim. Maşın dəyəndə bu düşür, bunun yerinə svarkalamaq mümkündür. Amma bir söz Amma deyim, üstündə. ha, bu maşın əminlə böyükdür. Həmlə yaşlıdır. Əminlə 84-dür. Elə mən elə bildim 86-dır. Yox, həmlə yaşlıdır. Kosmetik işi də ki yoxdur, kraskası yaxşıdır. Kraskası Yəqin ki ideal. kraskalanmış olar. Ta demə zavod Kraskalanır. kraskasıdır. Yox, kraskalanır. Aynalar təmiz. Bəli, Şitdə necə? Şitdə təmizdir. şiddet təmiz. Podium. Təzədir. Şüşələr, Şüşələr ön punkla. şüşələr düymə ilə. Şüşələr podium. Aha. Düymə ilə. Oturacaqlar iş zavodunki İş zavod, qoyulub. bəli. İçərisi yaxşıdır. Yolda Fiat Roll. Aha. Hətta əmin bəyəxlarım dedi ki, benzin nasosu ləğv eləmişik birbaşa bakın içindən. birbaşa, vurur. bəli. Injektor fasondur. Bəli, bəli. Nə gözəl. Qiymətində bəyəx soruşan Qiymətin 5700-ə deyirəm. Yəni real alıcı gələr. 5-5-ə düşünürsən yoxsa düşmək olar birazdan?
İntiqam Beş neçəyə beşə verək mi düşərik. qardaşım? Düşmək olar, endirim olar. 5-5-dən aşağı düşmək olacaq. Bir plakən düşürərik. 5-4-ə. Olar. Hə, Ən 5-4-ə. Ən aşağı yeri var. Gələn olsa, Maşında Bərdədəddə yəqin ki eləmir. Bərdənin Uğurlar arzu Zülfan edirəm. kəndində. Sağ ol əmi, çox Sağ olun, sağ olun. Qardaş, Allah bazarınızı versin. Sağ olun. 099 Hə. satırsınız. Buyurun, məlumat vereyim bilək necə maşındır maşınımız. İli 2004-dür. Burada heç bir problemi yoxdur. Zavoskoy maşınında yəni. Çoxdan işlədirsiniz. Bu ikinci ildir məndə. Xərcləriniz nə olub alandan sonra? Etibarnamə olar da yəqin ki, yoxsa Ha, etibarnamə. xərcləriniz olubdu mu maşınınıza, yoxsa elə bu vəziyyətdə idi? Yox, heç bir xarcı yoxdur. Yox, siz deyirəm xərc qoydunuz mu maşınınıza? Nəsə düzəltdiniz? Ha, qoymuşam, təkər almışam belə. Yəni, Maşınımızın mühərrikində vəziyyət necə? yaxşıdır. Səsi necə? Yağ azaltması necə? Yox, yox, yaxşı. Yaxşıdırsa, yağ azaltma yoxdur ki? Yox, Karabkada vəziyyət, yaxşıdır. atması, səsi, Xeyr, xeyr. Teredokda qranatları, Hamısı yaxşı, qranatda hamısı yaxşıdır. səs yoxdur. Yox. Olmasın. Ekranda vəziyyət necədir? Ekran Zavoskoy. Əl dəyməyib heç. Yox. Təkərlər də ki, yersiz təzə qoymuşam, yaxşıdırlar. Normal. 6 çürük, pas, Yox, elə bir şey yox. 6 təmiz. Dəyişənlərin deyin də bizə qapı, Dəyişən detalı yox. qapı, kril, kapot, heç biri. Hamısı zavodun işidir. Kraskalanmış olar da yəqin Ha, ki. rəhlanıbdır. Yoxdur ki, kosmetik işləri. Yox. Aynalar təmizdir. Qırıq Ha, çat yox ki Yox, keşfində. heç bir. Əllə mi qalxır aynalar, yoxsa düymə ilə? Düymə ilə. Önləri yəqin ki, hə? Ha. Maşınımızın şiti normalını 015 şitidir özdə. Şitdə bir yerdə çatı var. Yüngül var, çatı var. Oturacaqlar yaxşıdır. Cırıq sökük yoxdur ki. Sürücü tərəfdə bir balaca süzülmə var. Çox böyük deyil. Pultu var. Var. Qapılar pultla bağlanır. Qiyməti Qiyməti 6800. 6800-ə deyirsiniz. 6500-ə vermək fikriniz. 6500-ə də qardaşımız verəcək. Hansı rayonda? Qəbələ. Uğurlar arzu edirəm qardaş. Razı. Qardaş Allah bazar versin. Sağ olun qardaş, sağ olun. 07 maşındır sizdə də satırsınız. Buyurun məlumat verin bilək necə maşındır? 2005 maşındır, bir detal dəyişdik, qalan nə var öz detalları iləndir. Nə vaxtdan işlədirsiniz bu maşını? Olar biraz, 5 ay, 6 ay belə. Etibarnamədir. Bəli, sürmə də vermiş. Sənədləri necədir? Qaydasına adamız. Alqı-satqıya problem olmaz. Yox, problemsiz. Alandan sonra xərcləriniz nə oldu? Yüngül əl gəzdirmişəm də yəni. Peredokunda zadında. Motoru 06, Bəli. motoruna baxdırmadınız. Motoru usta yoxlayıb, idealdır, yaxşıdır. Yağ azaltması, səsi Heç yoxdur. sakit. Karabkasında vəziyyət necə? Karafkası yaxşı, 5 Atması karafkası. yoxdur. Yox. Diferdə səs necə? Yaxşı. Diferdə səs yoxdur ki. Yox. Polda çürüyü, pası, Yox. danqrat yerləri salamat. Salamat, salamat. Peredokun səsi küyü necə? Super. Səssiz, Yoxdur küysüz. ki. Yox. Təkərlər də yaxşıdır elə Təkərlər bilməm. 4-də təzə. Dəyişilən də deyirsiniz bir dənəsi dəyişir. Dəyişirən sağ qabaq kırılası. Sərnişin tərəfdən krel dəyişir, Bəli, ön bəli. kreli. Kraska da tam kraskalanıb. Bəli. Kosmetik şey yoxdur ki. Yüngül ola bilər. Yəni kim ürək istəsə belə sürülər, yəni kim ürək istəsə belə gətirə bilər. Aynaları təmizdir. Bəli. Radyo yana var. Şitdə vəziyyət necə? Qırıq Super. çat yoxdur ki. Yox. Çox cüzi zədələri var, yəni gözə çarpmır o da. Yox, elə cüzi deyil. Bu hissədə balacadılar yəni. Aynalar Oturacaqlarda podium ekranı. çöküntü yoxdur ki. Yox, yaxşı. Cırıq, sökük elə biləm Elə yoxdur. belə siqaret düşən yerlərdir. Aynalar əllə qalxır. Podium. Düymədir, önlər yəqin ki. Var. Pultu da var hətta, hə? Var. Ha, nə gözəl. Qiymətini deyin bizə. Qiymət sonu 4-8 fikirləşirəm, 100-də çıxaram 4-7. 4-5-ə verməyək, hə? 4-5-ə yox, Ziyan eləyirsən. 100%. Hansı rayondadır? Xaldan qəsəbəsi. Yevlax rayon Xaldan ərazisində. qəsəbəsi, bəli. Mingəçevirdə də göstərmək olar hətta, eləmi? 100%. Uğurlar qardaşım. Sağ olun. Siz də sağ olun. Qardaş Allah bazar versin. Çox sağ olun, Allah razı olsun. Mercedes 4 göz. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? İl 96, 2 motor mexanika. Kondisioner işləyir, luku var. Olsa maşın bugün gündə heç bir problemi yoxdur. Nə vaxtdan sizindir bu maşın? Maşın 2 il 3 aydır bizdədir. 2 il 3 ay. Bəli.
Etibarnamə? Öz Yoxsa adımızadır maşın. birbaşa format olmuş Bəli, bəli. maşındır. Lap yaxşı. Alandan sonra xərc çəkmisiniz maşınınıza? Elə xada boyun ancaq. Mühərrik deyirsiniz 2 motordur. Bəli, 2 motordur, Benzindir. mexanika, benzin bəli. Necədir mühərrikin vəziyyəti? Yaxşıdır. 100-ə düz rastda 8 litr yanacaq yandırır. O da mexanika olduğu üçün. Az yandırır Bəli, deyirsiniz. bəli. Şəhərdə mi qaldırır hər yer? Şəhərdə 10 zat belə şəhərisi. Kondisioner olan maşındır. Bəli, bəli, kondisioner işləyir. Necə, yaxşıdır? Bəli, yaxşıdır. Demək olar ki 600 minə yaxınlaşıb maşınınız. Yarım milyonu Bəli. keçibdi. 588 min Bəli, səhv bəli. eləmirəmsə. Motor yəqin ki açılıb yığılmış olar. Bizdə bir dəfə Qalovkanın proklatkasını dəyişmişik, elə vəssalam. Yağ azaltması nə Yox, qədərdir? heç nə yoxdur. Səsi yaxşı. Bəli, bəli, Motorun səsini deyirəm. bəli. Korobka mexanikadır, atma yoxdur. Mexanikadır, xeyr. 5-də yəqin könə. Bəli, bəli, 5. Diferdə vəziyyət necə? Diferdə də səs küy heç nə yoxdur. Polda çürük pas. Heç nə yoxdur qardaş. Təmiz maşın, saf maşındır. Yəni özüm Peredokun sürmüşüm. səs küyü. Heç nə yoxdur qardaş. Peredok Maşın bu üçündə belə 1 manat xərci yoxdur. Təkərlər necə? Təkərlər hamısı 80%. Qəşəng. Disklərdəki normaldır, eləmi? 18-lik bəli. Heç hələ kretin ödəyib qurtarmamışıq. Disklərin Bəli. maşınımızın dəyişilənlərini deyimsə, qapı, krel, kapot. Allah bizdə heç nə dəyişməyib. Belə bizim 96 maşında indi hər hal dəyişən olar, amma udar yoxdur. Udar söhbəti yoxdur. Kraskadakı yəqin ki vurulmuş olar. Kraskanı biz vurdurmamışıq. Maşın bir dənə kosmetika ehtiyacı var belə də ki, qalan heç nə ehtiyacı yoxdur. Kənarlarında da nəsə yazılar görürəm ərəb dilində. Hə bu Nə olduğunu bilirsiniz? Bilənlər olsa yazsın ki, görüm nə yazılıb ora, eləmi? Yoxsa bilirsiniz nə yazılıb? bilirik, prosto mənası dərindir biraz. Aha. Maşınımızın luku da var. Bəli. İşləyir görəsən, yoxsa? Bəli işləyir. Su buraxmır ki içəriyə. Xeyr. Aynalar təmizdir. Bəli, aynalar. Qırıq çat yoxdur ki təmizdir. heç birində. Xeyr. Dördündə də düymə gördüm. Ha, qardaş Hamısı deyir 2 padionlikdir, dənə hamısı sədəf işləyir. böyüdə zədəsi var aynanın. Dördü də işləyir düymənin. Lap yaxşı. Oturacaqlar parça salonda yoxsa? Bəli, parça salondur. Cırığı, söküyü, çöküntüsü. Xeyr, yoxdur zırıq söküyü. Bir dənə sağ tərəfdə var, o da yüngül. Ha, sürücü Şeydir. tərəfdə elə bir macanın çöküntü var. Yoxsa mən Yox, elə o görürəm. Süleymanın özüdür. Qəşəng. Enir qalxır. Əlavə məlumat almaq istəyəndə sizi narahat eləyə bilər Bəli. yəqin ki. Qiymətini deyin bizə. Qiyməti 7400 manat. Ucuz da deyirsiniz, yəni 011-06 qiyməti. 06 qiymət deyək də, 07 Sovet bahadır. maşının qiymətinə də belə deyək. 7000, 7400 manat. İndi real azı ilə çox yox, amma biraz 7000 endirim bütöv olar. eləyək də, 7000 bütöv eləyək görək ki, Yox zəng qardaş. gəlir. Yox, bütöv yox. Təklif eləyirik də biz. Görək 7000 zəng gəlir, görək zəng gəlir bir 7 ilə. Yox qardaş, 7000 heç sıra alınmır. Vermək istəmirsiniz. Yox, yox. Amma Nədə maşın çox pul 7100-dür? təşmişik. 7200 sonu. 7200. Hardadır maşınınız? Maşın Qəbələdə. Uğurlar arzu edirəm Çox qardaş. sağ olun. Siz də sağ olun. 2012-dir. Allah xeyir versin qardaş. Sağ ol. Bez detaldır. 9500-ə deyirik. Priora 2172. Hatchback gedir də bunlar. Bəli, elə mi? hatchback gedir. Nə vaxtdan sizin də bu maşın? 2 aydır məndən. Necə tez satası oldunuz? Yoxsa alıb satansınız? Başqa maşın alıram, yenə markalıcı. Hə, dedim tez satdığınıza görə yəqin alverinə başlayırsınız. Hə, lap yaxşı qardaşım. Alandan sonra xərcləriniz nə oldu? Maşına nələr düzəltdirdiniz? Elə bir xərcim olmayıbdı maşına. Elə necə almısınız o Hə, vəziyyətdə? demək olar ki. Maşınımızın mühərrikinin vəziyyəti 317 min sürülüb maşınımız. İdeal vəziyyətdədir, çox sakit işləyir. Mühərrikdə yağ azaltma Yox, heç bir problem yoxdur. Açılmış olar yəqin ki. O probektə görə. Yəqin ki. Korobkada vəziyyət necə? O da saz Atma, vəziyyət. səs. Heç bir problemi yoxdur, kondisioneri işləyir. Kondisioner olan maşın. Hə, olan maşın. Lap yaxşı. Kondisionerlə işləyəndə nə qədər yanacaq yandırır? 8 litr, 9 litr belə yandırır. Çox fərq eləmir, eləmi? Hə, 1 litr fərq eləyər. Peredokda vəziyyət necə? Əla. Heç bir problem yoxdur. Qranatların səsi, küyü. Heç bir şey yoxdur, yoxdur. Bunlarda zəif hissəsi hara olur? Bu qranatı problem yaradır. Maşınımızın təkərləri də normaldır, eləmi? Normal vəziyyətdə. Təkərləri normaldır. Polda vəziyyət necə? Çürük pas. Heç bir çürük pası yoxdur. Dəyişiləni deyirsiniz yox. Yox. Bütün zavasko detallardır. Kraska necə? Vurulub kraska? Kraska vurulub hissə yerlərinə kraska Hətta vurulub. zavoddan kraska da var, zavod kraskası. Zavod kraskası da var. İndi də müəyyən yerlərində cızıqlar var. Gözəlləşdirmək üçün vurmaq olar da, yəqin nəsə. Olar. Maşınımızın aynalarında vəziyyət necədir? Qırıq çat yoxdur heç Yox, birində. heç bir. Öz zavasko şüşələrdir. Düymə ilə mi qalxır aynalar? Qabaqlar.
Önlər düymə ilə Hə. qalxır, arxalar əllə. Şit təmizdir, yoxsa çatı var, yoxdur? Yox, təmizdir, çatı yox. Şiti yaxşı. Oturacaqlar Yaxşı vəziyyətdədir. yaxşıdır. Maşınımız normal maşındır. Pult da yəqin olar da bunlardan. Var sentral zamokdur. Mərkəzi qapanma ilədir. Qiymətini deyin bizə. Qiyməti 9500-ə deyirik. 9500-ə deyirsiniz. Bütöv 9 təklif edən olsun. Vermək olar? Vermək olar. Hansı rayonda? Tərtər. Uğurlar arzu edirəm. Sağ ol. Siz də sağ olun qardaşım. Qardaş, xoş gördük sizi Bərdə maşın bazarında. Çox sağ olun, minnətdaram. Maşınımız C-Class, özü də universalna, eləmi? Hə, bəli. Buyurun, məlumat verin, bilək necə maşındır? Maşın çox ideal vəziyyətdədir. Mexanika, 1.8 motor. Bütün avadanlıqlar işlək vəziyyətdədir. Nə vaxtdan sizindir bu maşın? Maşın 2 ilə yaxındır bizdədir, heç bir problemi yoxdur. Etibarnamədirmi, yoxsa form? Xeyr, birbaşa adımızadır. Öz adınız olan Bəli. maşındır. Maşınımız elə biləm 700 min göstərir probetdə yürüyüşü. Yəni üstündəki nədirsə odur. Yəni 2 ilə yaxındır. Yəni sürülüb də bir bizdədir. elə sürülüb maşınımız. Bəli, bəli. Amma elə bir ki, maşın sürülməmiş maşına oxşayır. Hə, çox yaxşı vəziyyətdədir. Ehtiyac hücumatından satılır, yoxsa belə qapının maşınıdır. Allah eləsin, bir yaxşı yerdən pul tapasınız, heç satmayasınız. Allah kömək olsun. Çox sağ olun. Maşınımızın mühərriki nədir? Motor 1.8. Benzindirmi? Bəli, benzin. Nə qədərdir? Yanacaq sərfiyyatı yəqin ki, nazdır ki, çox sürüblər. Jiguli fasondur da belə deyim. 8-10 arası işlədir, hə? Hə, 8-10 arası. Kondisioner də varmı? Var, var. Bütün avadanlıqlar işlək vəziyyətdədir. Qəşəng. Heç bir problem yoxdur. Motorun hazırda Maşın vəziyyəti göz necədir? qabağındadır. Yağ azaltması çoxdur? Xeyr, xeyr, xeyr. Yağ azaltması da yoxdur, heç bir şey. Yığdırmamısınız ki siz? Yox, heç bir problemi yoxdur. Korobka yaxşıdır? İdeal vəziyyətdədir. Mexanikadır? Mexanika. 5 skoruz. Atma yoxdur? Yoxdur, yoxdur. Diferdə səs necə? Xeyr, yoxdur. Polun çürüyü, pası Xeyr, xeyr, elə bir şey yoxdur. heç olmayıb deyirsiniz. Peredokda səs-küy necə? Yoxdur. Peredokda yaxşı. Təkərlər də yaxşıdır elə biləm, hə? Bəli, bəli, yaxşı vəziyyət. Təkərlər də normaldır. Disklər də dəyişilibdir. Bəli, dəyişilib. Yəqin ki 40 çatı AMG olmaz. disklərlə. Maşınımızın dəyişilənlərini də deyin bizə. Maşının dəyişən detalı yoxdur. Zavoddan gələnlər. Bəli, bəli, necə gəlibsə o cürdür. Axırıncı kraska nə vaxt vurulduğunu bilmirsiniz? Kraskalanmayıb, sadəcə olaraq parlovka eləmişik. Zavod kraskası. Özümüzə, bəli. İl neçə idi Özümüzə. maşınımızın? Maşın 97-ci ilində 97-ci ilin maşını. 30 ilə yaxın. göz qabağındadır. Hər bir şeydə işlək vəziyyətdədir. Kozmetik işi yoxdur ki hazırda. Xeyr, xeyr. Aynalarda qırıq çat, bir Heç dənə bir şey yox. sərnişin tərəfdə çırtdağı var. Yüngülvari elə bir şey deyil. Yəni Şitin üstündə yoxdur çatda. yoxdur, yox. Oturacaqlar parça salon, Parça salondur. cırıq sökük Yox, yox, yox. yoxdur. Heç bir şey yoxdur. Göz qabağındadır da maşın. Qəşəng. Aynalar düymədir. Xeyr. Əllə qapılar. Şey, Düymə ilə. düymə ilə, bəli. Pultu varmı bunların? Bəli, bəli, var. Lazer açar. Qiymətini də deyin bizə. Qiymətin 9800-ə deyirik. Real alıcı olsa razılaşar. 9800. Nə qədər? 400 manat endirmə eləyək. Olar. Görmək istəyən hara gəlsin? Görmək istəyən gəlsin, biləsi var. Maşın biləsi var. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun, minnətdaram. Siz Var də- olasınız qardaş. siz də sağ Təşəkkür olun. edirəm. Sağ olun. Değer koymaz da alsın değer koymaz. Ya bari. Bunlar özüm. Özüm Allah.
Bak, sen bana bir derdim bilmem mi? Bir tane şükür. Allah'ın hamd olsun. Bak, yine verin de kişi. Bak kişi var. Burada ha. Allah'ın olsun. O konulardan fehmet. Tamam ver Mehmet Özkes'e benim oğlan. Burada bizden Yaxşıdır kardeşim. Yalnız yalnız yandı.